Deyir, bir kasıb kişi var imiş. Bu kişinin süzmə və çörəkdən başqa heç nəyi yox imiş. Elə bu gününü süzmə çörək yeməklə keçirirmiş. Adətən də yemək yeyərkən həmişə Bismillah deyib yeməyə başlayırlar ki, yeməyi bərəkətli olsun, şeytan yeməyinə şərik çıxmasın. Bu kişi də yemək yeyərkən Bismillah çəkmirmiş, elə yeməyə hər gün süzmə çörəyini yeməyə başlayırmış. Ona görə bu şeytan da bunun yeməyinə şərik olurmuş. Bəli, kişi bir gün süzmə çörək yeyir, 2 gün süzmə çörək yeyir, 3 gün süzmə çörək yeyir, 4 gün, 5 gün şeytan axırı bu süzmə çörəkdən bezir. Deyir, a qardaş, ya sən Bismillah denən, mən buradan itilim çıxım gedim, ya da bu menyu dəyişkinə.